Hörmətli televiziya tamaşaçıları, bir gün bizim respublikamıza gətirilmiş uroflektor aparatı haqqında danışmaq istəyirəm. Uroflektor aparatı vasitəsilə xəstələrdə baş verən çox böyük patoloji prosesləri biz aşkar edə bilirik. Belə ki, CD-nin təzyiqini ölçməklə, orada maksimal təzyiqin sürətinə uyğun olaraq biz müəyyən edə bilirik ki, xəstədə hansı patologiya baş verir. Bəd xəstəli şişlərin, eyni zamanda CD saxlaya bilməmə probleminin aradan qaldırılmasında bu aparatın mühüm rol vardır. Və bu aparat, mən onu demək istəyirəm ki, bu aparat respublikada yeganə olaraq Dr. Can Polad klinikasındadır və bu aparatın vasitəsilə biz çox böyük ağır xəstəliklərin patologiyaları qarşısını ala bilirik. Uroflektor aparatının deməli mexaniki qurğu hissəsinə xəstə orada biz xəstənin işləyəndən sonra həmin nəticə daxil olur kompüterə və kompüterdən alınan nəticəyə uyğun olaraq biz xəstəyə diaqnoz qoyuruq. Hal-hazırda görürük ki, deməli həmin aparatdan kompüter ötürülən məlumat qrafik şəklində bizim əlimizdən də hazır gələcək. Deməli, bu xəstədə biz fikir veririk ki, deməli, haradasa qırmızı nöqtəyə yaxın bir nahiyədə, yəni CD ifrazı olub, deməli, bu CD ifrazında patologiya var, patologiya olduğunu göstərir. Bu xəstə uzun müddət respublikanın bir çox klinikalarında müalicə almışdır. Yanma sindromu ilə, çox göynəmə sindromu ilə bu xəstədə, yəni hərə bir diaqnoz qoyurdur. Lakin biz müəyyənləşdik ki, bu xəstədə CD-nin təzyiqi çox aşağıdır. Burada struktura var və CD-nin maksimal sürəti çox aşağıdır. Buna uyğun da biz həmin xəstəyə struktura diaqnozunu qoymuşuq və o struktura ilə əlaqədar ona müalicə təyin olunmuşdur. Artıq Dr. Can Polad klinikasında müasir standartlara cavab verən 4D rejiminə malik olan ultrasəs müayinəsi aparatı vardır ki, həmin bu aparat vasitəsilə biz müxtəlif xəstəliklərə diaqnoz qoya bilirik. Belə ki, qadınlarda süd vəzi müayinəsi, qalxanvari vəzi müayinəsi, hamiləlik müayinəsi zamanı döldə olan, yəni 4D rejimi vasitəsilə döldə olan patologiyanı, ətraflarında, bədən səthində olan qüsurları aşkar etməyə kömək edir. Həmçinin bundan başqa kişilərdə damar genişlənməsi deyilən bir, yəni varikoselə diaqnozunun qoyulmasında, ətraflarının damarlarında olan patologiyalar aşkar olunmasında həmin bu aparatdan biz istifadə edirik.